Deməli, o nişanda nə etmək olar? O nişanda nə etmək olar? Və bu nişanda nə etmək olar? Zaten qadağaları bilirik, amma nə etmək olar? Onu bilmək lazımdır. O nişan dayanmaq qadağandır nişanıdır. Nişan hər iki manevri qadağan edir. Həm dayanmanı, həm də durmanı. Yəni bu yolun sol zolağında dayanmaq da, durmaq da qadağandır. Yəni sərnişin mindirmək, sərnişin düşürtmək, yük yığmaq, yük boşaltmaq qadağandır. Bəzən sual verirlər ki, Azər müəllim, avtomobil xarab olsa da cərimə gələcək. Gənclər, bu məcburi dayanmadır. Bizdən asılı olmayan səbəbdən. Əgər sən bu yolda avtomobilin texniki nasazı səbəbindən ya özünün səhhətində problem oldu, özünün narahat hiss elədinsə, avtomobili verib saxlayıb avtomobili işarələməlisən. Yəni qəza işığı, ya nişan quraşdırmalısan ki, sənə cərimə gəlməsin. Bu nişan isə durmaq qadağanlı nişandır. 3.28 nişanında durmaq qadağandır. Yəni yolun bu sahəsində kəsişmədən 5 metr kənardan etibarən sərnişin mindirib düşürdə bilərsən. Yük yığıb boşalda bilərsən. Amma kimisə gözləyə bilməzsən. Avtomobili qoyub marketə gedə bilməzsən, aptekə gedə bilməzsən. Çünki bunlar durmalardır. Əziz sürücülər, durmanın, dayanmanın fərqini bilməsəz, bu nişanları həmişə qarışdıracaqsınız. Amma bu nişanda vaxtla məhdudiyyət var. Yəni deyək ki, 7:30-dan 20:00-a qədər burada durmaq olmaz. Hər zaman dayanmaq olar. Bu nişan dayanmanı qadağan eləmir. Yəni günün istənilən saatında, bu nişanda, yəni bu yol sahəsində sərnişin mindirib düşürdə bilərsən, yük yığıb boşalda bilərsən, amma dura bilməzsən. Durmaq üçün gərək sən 20:00-dan sonraki vaxta gəlib durasan. Yəni saxla avtomobili saatlarla çıx get. Ya da 7:30-dan qabaq. Məsələn, sübh saat 6, məsələn 7-yə qədər, 7:30-a qədər avtomobili götürməlisən, yoxsa sən 20 manat cərimələnəcəksən. Əziz sürücülər və avtomobil sürməyə hazırlaşan xanımlar və bəylər, mənim yol hərəkət qaydaları üzrə nəzəri sürücülük dərslərim başlayır. Sizi bu dərslərə qoşmağa dəvət etməklə sizlərə nə vəd edirəm? Siz nişanlama xətləri, yol nişanları, svetoforlar, manevrlər, dönərkən hansı zolaqdan dönmək lazımdır? Dönəndə hansı zolağa daxil olmaq lazımdır? Bizim avtomobilimizi hansı hallarda yol patrul xidməti saxlaya bilər? Biz hansı hallarda duracağa təmin oluna bilərik? Avtomobilimizin sazlığı, vəzifələrimiz, hüquqlarımız, yəni bu qaydaları bilmək sizlərə özgüvən verir. Yəni avtomobil sükan arxasında sıxılmayacaqsınız, səyahətdən zövq alacaqsınız. Bir özgüvən formalaşacaq ki, mən qaydaları dəqiq bilirəm, mənim heç bir qorxum yoxdur, burada mən haqlıyam, yaxud haqsızam. Öz hüquqlarınızı, vəzifələrinizi biləcəksiniz. Yəni mən bunu həmişə deyirəm, avtomobil sürmək təqlid deyil. Yəni mən avtomobil sürə-sürə qaydaları öyrənə bilərəmmi? Xeyr. Avtomobil sürə-sürə sən qaydaları cərimələnə, qəza edərək, yol patrul xidməti ilə dialoqlar formasında şifahi formada öyrənə bilərsən, amma o da cüzi formasında. Mükəmməl şəkildə öyrənmək üçün, qaydaları dəqiq bilmək üçün mütləq nəzəri dərslər almalısan. Düşünə bilərsiniz ki, filankəs heç bir qayda bilmədən, heç bir kitab oxumadan avtomobil sürür, neçə illərdir də sürür. Onun necə sürücü olduğunu bilmək üçün onun yanında əyləşməyin kifayətdir ki, o necə qorxa-qorxa, necə sıxıla-sıxıla, sürücülük vəsiyyəsində neçə cəriməsi var, neçə cərimə balı var. Onu bilməyin kifayətdir ki, o necə sürücüdür. Onlara sürücü demək olmaz, onlar dırnaqarası sürücüdür və digər qaydaları bilən sürücülər üçün potensial təhlükədir. Dərslərim haqqında qısa məlumat verim ki, dərsləri onlayn keçirəm. 1 saat yarım müddətlidir. 22 hissədən ibarətdir və biz 50 gün müddətində bu dərsləri yekunlaşdıra bilirik. Dərslərimə qoşulan insanları maraqlandıran suallar. Azər müəllim, tədris ili başlayır. Biz müəllimik, yaxud magistr tələbəsiyik. Biz axşam saat 9-da uyğun olmuruq. Biz o dərsi itirsək, yəni dərsə qoşulmaq bizdə vaxt sardan məhdudiyyətlidir. Biz necə eləyə bilərik? Mən bütün dərslərimi ekran görüntüsü alıram. Siz mənim canlı, zoomla keçdiyim dərsləri itirmirsiniz. Yəni istədiyiniz vaxt o dərsin ekran görüntüsünə baxa bilirsiniz. Testlərin izahını, cavablarını yerləşdirməklə səliqə-səhmanlı bir qrup yaratmışam. Yəni siz hər hansı bir dərsi itirməyə bilərsiniz. Sərbəst qrafik seçməklə siz bu dərsləri özünüz günün istənilən saatında izləmə imkanı da əldə edə bilirsiniz. Dərslərə qoşulmaq üçün mənim özümə yaxud WhatsApp nömrəsinə yazmağınız kifayətdir. Diqqətiniz üçün təşəkkür edirəm. Sizinlə Azər Quliyev idi.